Salam əziz və hörmətli izləyicilər. Uzun fasilədən sonra Ramramay Futsal futbol klubu Şotavar komandası ilə qarşı-qarşıya gələcək. Hər iki komandaya uğurlar arzu edirik. Həftədə 2 dəfə Ramramay futbol klubu futsalda mini olaraq 6-6-ya say tərkibi ilə oynayırlar. Oyun başladı. Eşkin oyunu topu daxil etdi. Hal-hazırda top Şotavar komandası Kamran Eşkinə, Eşkin azdırmalar edir və qapıya yol axtarır. Lakin Eşkin yerdə qaldı. Çox sərt şəkildə dəydi yerə. Çox pis şəkildə dəydi. Topa oynama var idi. Az diqqətli olaq. Qapıya zərbə Mehdi topu qaytardı. Ramramay klubunun qapıçısı Mehdidir. Müdafiədə Şamil, Mirqalib. Şamil atdı Mirqalibə. Mirqalib Kamranla oynadı, lakin Kamran top saxlamadı. Və Mirqalib top götürdü. Qabildə top, Qabil Eşkinə, Eşkini saxlamağa çalışırlar, lakin Eşkin sızdı aralarından, qol olmadı. Küncdən zərbəni Qabil həyat keçirir. Qabil geridə götürmə, əks hücum. Qapıcı ilə müdafiəçilər gəlib çatdılar. Kamran belə qapının dirəyinə deydi və qol olmadı. Alqış. Şamildədir top. Ramramay əks hücuma. Hesab 0-0'dır. Kamran sağ tərəfdə Eşkinlə oynadı. Eşkin topu arxaya çəkdi və Şamil qapıya birbaşa, lakin zərbə sürətli deyildi. Zərbə. Alqış topu saxladı, çıxmağa imkan vermədi. Alqış qapıya zərbə. Həmişə udarları ilə seçilən Alqış. Bu dəfə Mehdi onun zərbəsini zərərsizləşdirdi. Yəni tutaraq icazə vermək ki, qapıya girsin, hesab açılsın. 1-0 olma şansı var idi. Lakin Kamran Mirqalib çatdı. Gözəl keçdi. Qapıya vura bilmədi. Mirqalib yerdə qaldı. Kamran top çıxdı. Geriyə oynadı. Şamil topa zorla çatdı. Mirqalib Şamil. Hatırladaq ki, oyunlar demək olar ki, çıxıb getirir. Eşkindədir top, lakin qapıya yönləndirə bilmədi. Müdafiəçilər gəlir Şotavarın, ötürdü. Qapıya zərbə! Qapıcı əli ilə zorla çıxartdı topu. Küncdən zərbəni Şotavarın oyuncusu İlkin həyat keçirir. Eşkin qapıya zərbə və gol 1-0. Alqış. Və İlkin bir-birinə gözəl başa düşdülər. 1-0. Ramramay komandasını mərkəzə dəvət etdilər. Eşkin topa yaxınlaşır. Ötürməsini etdi Kamrana. Kamran geriyə. Şamil. Qabil atdı. Qabil təkdir. Top görə kim istəyir. Lakin Qabili 3 nəfər sıxışdırdı. Aldılar topu onun əlindən. Şamil köməyə çatır. Lakin burada Qabilə qarşı soğudu oyun. Oyuncular öz aralarında razılaşdılar. Çox gözəl oyun keçir. Dirək. Şotavar komandası keçən dəfə məğlub olmuşdu. Bu dəfə hazırlaşıb gəldikləri görünür. Gözəl Şamildən hərəkətlər. Çox gözəl. Kamran icazə vermədi, lakin Kamranın qarşısını kəsdilər. Afərin. Qabil görək ikisinin arasında qaldı. Şamil. Alqış. Top çıxdı. Mirqalib. Geriyə. Ötürdü. Şamil. Qabil atdı. Qabil. Yenidən Mirqalibə. Mirqalib. Gözəl düşündü. 3 oyuncu ilə müdafiədə
Var komandası təkdir. Qapıya zərbə lakin top meydançanı tərk etdi. Üçüncüdən zərbə. Yenidən top çıxdı outdan. Bir qalib. Kamranla. Kamran. Top yenə outdan çıxdı. Şamil. Yenidən ortaya ötürməkdir. Kamran. Kamran görə çatırmı? Alqış. Geriyə dönüb sürətli hücum var Alqışın. Gözəl qabil köməyi ilə Kamran aldı topu. Geriyə Şamillə. Şamil. Yenidən arxadan oyun qurmağa çalışırlar. Şotavar komandasını ilk oyunu içəridən keçə bilsə Ramramay qeyri dəqiq götürmə. Mirqalib. Mirqalib. Komanda yoldaşı olan qapıçıya atdı. Mehdi. Eşkin. Eşkin. Qapıcı gözəl çıxdı. Qapıcı. Və qapıya zərbə yenə qol olmadı. Mirqalib. Oy, bu çox sərt zərbə. Yerdə qaldı. Oyunlarda hər an zərbə və qol. 2-0. Çox gözəl şəkildə esnək hərəkətlər Alqışdan. Şotavar komandası 2 gol vuraraq önə keçdilər. Ramramay komandasını mərkəzə dəvət elədilər. Şamil. Eşkinə, Eşkin. Ortada, orta oyuncusu. Orta ilə bir ki boşdur. Bu nədir? Qapıya zərbə və top Mirqalibdən deyərək top meydançanı tərk elədi. Üçüncüdən zərbə olacaq. Şamil. Qapıya zərbə Mehdi yerindədir. Afərin Mehdi. Mehdiyə afərin. Boşluğa çıxırmı? Göstərib vermək olmaz. Topu Şamil. Geriyə oynadı bir qaliblə. Artıq 7 dəqiqədir ki oyun davam edir. Yenidən geriyə. Ortadan Qabilə. Gözəl ötürmə. Lakin Qabil başa düşə bilmədi. Biraz sürəti artıq idi. Top outdan. Meydançanı tərk etdi. Şotavar komandası biraz aqressivləşir. Düşünürlər ki, hesab 2-1 olma şansı var. Belə düşünürəm mən buradan baxaraq. Görək nə olur. Eşkin. Şamilə. Şamil. Oy, Kamran, tələsirsən. Hesab 2-1 ola bilərdi bayaq düşündüyümüz kimi, lakin olmadı. Oyunun gedişatı Şamil. Və 2-1 dediyimiz an o gözlənilirdi. Çünki komanda oyuncularında agresiya var. Bu agresiya bu şəkildə düşünürəm ki, olduqda baxın, həvəsdən düşürlər. Çox gözəl oynayırlar halbuki. İlkin Alqış çox gözəl şəkildə oynayırdı. Ramramay komandası sevincə çaldadılar. Yenidən Şotavar komandası topu arxada. İlkin atdı, İlkin. İlkin geriyə atdı. Yenidən oyun qurmağa çalışırlar. Soltan girib. Ramramay komandası. Çox gözəl hərəkətlər. Şamildən. Afərin Şamil. Şamil dirəysel oyuncu deyil, şükür olsun ki, belə paslaşmayla yanaşı hər oyuncu bu şəkildə olmur. Əllə toxunma ola bilər. Şotavar komandasında belə göründü. Yenə də özləri yorumda yazarlar. Səmimi fikirlərini. Soltan az öncə müdafiəyə gəlib. Qabilin yerinə hücuma Şamil verilib. Və Eşkin. 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 Gözəl hərəkətlər. Tək olaraq keçir hamısının içindən. Şamil ötürməsini etdi. Şamil. Top. İkinciden zərbə. Şotavar komandasının oyuncusuna deyərək meydançanı tərk etdi. Görək bu ikinciden zərbəni necə dəyərləndirirlər. Və Eşkin topu götürdü. İcazə vermirlər qol vurmağa. Əllə toxunma bayaq da var idi o oyuncuda. Gənc oyuncudur, başa düşmək olar.
hiss etdiyi üçün afərin. Hər azadlıqla bu oyunlar, yəni bu həyəcanda hələ dəqiqlikdə hiss etmək olmur. Bu vicdan prinsipi ilə hal-hazırda hakim olmadığı üçün. Eşkin və çox gözəl qapıcı qaytardı. 2-2 hesab arasındakı fərq 0-a indi. Afərin Ramramay, bu geri dönüş çox gözəldir. Bu üçlü. Sotovar komandası hal-hazırda müzakirə edirlər ki, boşluqlar hardadır. Daha da təmkinli şəkildə etsələr, düşünürəm ki, komandaları həvəsdən düşməz. Və gözəl bir oyun alınır, axıcı bir oyun alınır. Udmaq şərt deyil. Və uzağa ötürmə Mehdi, burada tutma olmalıdır səndə. Baxın, tutmalısan. Gol olmadı Mehdi. Bu bir səhv ola bilər, tuta bilərsən. Yenə də goldan daha da çox baş tutan şəxslər izah edə bilərlər bunu. Daha çox məlumat olan şəxslər deyək. Və gözəl. Afərin Kamran. Geriyə ötürmə, alqışdadır top. Alqış. Alqışı da kim atır o? Həmişə zərbələrindən Kamran. Bugün çox həvəsli oynayır. İlkin topu çıxartdı. Altdan topu oyuna daxil edir. Oyuncular yoldaşları boşluqdadır. Çox gözəl ötürməkdir. Qapıya görə gol vura bilirlərmi? Çotavar. Soltan icazə vermədi. Bir daha zərbə. Soltan yenə də ayaqları ilə bilməyərək arxası dönür. Eşkin də çox sürətli hücum. Görək bir oyuncu gəlirmi? Baxın, bir oyuncu orta ilə gəlməli idi Ramramay komandasındakı. Kompensasiya etsin. Həmin ötürmələrdə Eşkin tək özü zərbə düşünməsin. Buna baxan oyuncular bu barədə düşünsünlər. Yorumlara yazmaqlarını tövsiyə edirəm. Və topa deyil də rəqib oyuncuya Ramramay komandası müdaxilə etdi. Alqış yerdə qaldı. Cərmə zərbəsi ilə görək top hara isabət edir. Oyunun 12 dəqiqəsi artıq geridə qalıb. Stop pauzalar hesablayası olsaq artırmalarda 3 dəqiqə əlavə 15 dəqiqə geridə qalmış ola bilər. Və baxın, burada boşluqdadır komanda oyuncusunuz. Müdafiə. Bunu görmək lazımdır, arxana buraxmaması qənaətbəxş ola bilər. Mir qalib, Kamran atdı, Kamran. Orada da Soltan var, Soltan. Görək kim atır, Kamran qeyri dəqiq götürmə, tələsdi. Çox gözəl, alqış tuta bilmədi. Yoxsa qol ola bilərdi. Eşkin, yenə də Ramramay komandası hücuma keçdi, lakin golla tamamlaya bilmədilər. Altdan Şamil daxil etdi. Bir qalib. Kamran və gənc oyuncusuna Şotovaran komanda oyuncusuna deyərək çıxdı. Soltan. Eşkin. Qapıya zərbə və gol! Eşkinin belə zərbələri gözlənilməlidir. Şotovar komandası artıq 4 oyundan sonra bunu kəşf etməlidir ki, bu zərbələri gözləsinlər qapıcı olaraq. 3-2. İlkin ötürməsini etdi Akşinə. Kamran. Geriyə. Və əllə uzaq ötürmə. Soltan hava müdafiə etdi komandasını havaya qalxaraq. Görək. Akşin tez zərbə vura bilsəydi İlkin qol ola bilərdi. Mehdi əllə top oyuna daxil etdi. Bir qalib Şamil. Öz aralarında paslaşaraq çıxa bilirlərmi görək Ramramay komandası. Və top out. Tələsdi Soltan. Altdan Şotovar oyunu daxil etdi. Çox gözəl gəlirlər. Baxın. Ötürməsi görə kim edir? Birbaşa qapıya düşə bilər. Qapıcı gözəl şəkildə əli ilə uzaqlaşdırdı top Eşkinə. Birbaşa çiyini ilə ötürdü Eşkin. Aradan kəsirmə və yerindən geriyə Şamil geri kim atır? Eşkinə çox seri paslaşmalar və gol ola bilərdi. Şamil biraz sürətlə getməsəydi gol ola bilərdi. Çox mükəmməl. Golla tamamlamasaydı çox baxıcı bir kadr çıxartmaq olardı buradan. Qapıcı əli ilə top oyuna daxil edir. Şamil sıxışdırmağa çalışır. Və toxunuş İlkin. Bir qalib. Ötürməsi etdi Şamilə. Soltan. Kamran. Gözəl ötürmə. Və gol. 4-2. İlkin yerdə qaldı. Ramramay komandası 2 top qabaqdadır.
və azdıraraq bir komanda oyunçusu digərləri geridə olsa da və Mirqalib qarşısına aldı müdafiə. Müdafiə Ramazan kombinasiyası kənardan göründüyü kimi yaxşı qurulub. Düzdür, bəzi səhvlər olur. Eşkinin yerinə Rahib keçdi. Ötürmə. Mirqalib. Gözəl ötürmə. Görək bir-birlərini başa düşə bilirlərmi? Çox qabaç. Bireysel oynama hardasa ola bilər. Belə qiymətləndirək bu hücumu. Görək Şamil bu dəfə də kimi ötürür. Göstərir Kamran və tamamlaya bilmədi. Şamil yəqin ki düşünür ki özü vura bilər. Alqış. Pressing edirlər Çotavar komandası. 200-dən zərbə. Yaxın 5-6 dəqiqədir qapının qarşısına yol tapa bilməyən Çotavar komandası hal-hazırda gəlir. Bir qalib icazə vermədi alqışa. Çox mehriban oyuncudur rəki. Şamil. Şamilə gözəl ötürmə, lakin Şamil başa düşə bilmədi. Rahib tərəfindən 200-dən zərbəni yerinə yetirdi birbaşa olaraq və qapıya zərbə, qol olmadı. Kamran. Çotavar komandası. Kamran topu kəsdi. Rahibə. Yenidən zərbə. Kamran. Top yerdə qaldı. Rahib topu götürə bilmədi. Soltan. Soltan diqqətli oynamalısan. Burada cərmə ola bilərdi. Saxlamalıdır oyun. Soltandan Çotavar komandasının alqışa qarşı çobud hərəkət. Əllə toxunma bilməyərək. Burada münaqişəli bir vəziyyət. Qapıya zərbə və qol olmadı İlkin tərəfindən sol ayaqla. İlkin. 200-dən zərbə. Çotavar komandası daxil etdi. Alqışdadır top. İcazə vermir müdafiə və Kamran topu uzaqlaşdırdı. Yenidən. Əllə toxunma. Yine de yorumlarda yazabilirsiniz. Diqqətlə yaxınlaşdırıb baxsaz. Yəqin ki olur. Baxaq görək. Bu dəfə qol vura bilirlərmi? Boşluqdadır, Rahib qarşısındadır. İlkin geriyə oynadı. Yenidən gözəl ötürmə gənc oyuncularına Çotavarın. Mirqalib topu altdan çıxartdı. İlkin. İlkin. Top görə kim atır? Qapçı. Əllə toxunma var idi digər komanda oyuncuları. Risk. Birbaşa hücum. Burada da yenə də yaxınlaşdırıb baxmaq lazımdır. Ayaqları haradaydı oyuncunun tam olaraq hündürə tullandığı zaman. Üçüncü zərbə. Kamran. Kamranbay komandası humanistdir. Əsas o da ədalətli oyun getsin. Hər iki komanda bu disiplinlərə öyrəşirlər. Şükürlər olsun hər dəfə yeniliklər. Bir-birinə başa düşmə, hakim olmasa belə. Çox axıcı oyun gedir, gördüyümüz qədər. İnşallah ki, axıra qədər bu şəkildə bitər. Və Rahib gol vurdu. Gözəl başa düşdülər bir-birini. Rəqib komandaya dəyən. Top 5-2. Aferin Rahib, sevinərək geriyə dönür. Komanda kapitanı ilə Eşkin bəylə bir-birlərinə sevinc hisslərini bölüşürlər. Aferin Rahibə. Çox gözəl, özünü itirmədi. Bu yaşda gözəl oyun sərgiləyir. Çotavar komandasında Sərxan adlı oyuncu gənc oyuncunun yerinə daxil oldu. Görək bu dəyişiklik necə özünə bəhrə verir. Ötürməsinə Kamran icazə vermədi. Rahib. Qapıya zərbə. Bu keçildi. Qəbul etmədi düşünürəm ki. Nerede bu? Kamran.
Sərxan Rahib Sini ilə icazə vermədi, topu çıxartdı. Bunu da yenə də yorumlarda yaza bilərsiniz. Dirsək yaxud da Sinlə olduğunu bir öz aralarında danışırlar. Yenə də baxın, geriyə fırlayıb videoda təkrar baxış keçirə bilərsiniz. Ötürməsini etdi Şamil. Şamil ortaya Rahibə və gol ola bilərdi. Rahib, sən nə edirsən belə bu yaşda? Aferin. Rahib gücünə zərbə, Şamil. Oy, biraz gecikdirdi. Mirqalibə vaxtında ötürsəydi, sürətli bir zərbə ola bilərdi. Kamran, aferin. Göydə topu saxladı. İlkin şota var, hücuma geçirir və Mehdi də vaxtında çıxdı, alqışa izin vermədi ki, top qapıya keçsin. Üçüncüdən zərbə, topun arxasında Sərxandır. Sərxan solaxay bir oyuncudur. Görək topu bizə bir şəkildə daxil edir. Baxın, gördüyünüz kimi onun qapıya zərbələri olur adətən. Yenə də Mehdi, aferin. Hesab 5-2'dir. Yəni baxın azarkeşlər üçün xatırlatma eləyək. Gözəl uzaqlaşdı top. Aferin. Altdan, soltan topu dəyişdi. Çıxardaraq Elçinlə oyunu dəyişdi. Rahib. Gözəl bu nədir? Oy, bu necə gözəl ötürmələr. Yenidən Eşkin. Atırdı. Və gol! Sağ ayağının ikinci ilə vurdu. Rahib ikinci golunu komandasının 6-cı golu. Şotavar komandası 4 fərqlə arxada qalıb. Mərkəzə dəvət olunur Ramramay komandası tərəfindən. Mini oyunlarda, istənilən yaş qrupunda bura gəlib istirahətinizi edə bilərsiniz. Çox gözəldir. Mədəni, zövq verən oyun keçir. Kamran ötürməsini etdi. Qapıcı uzaq ötürməsini İlkin bir qalib icazə vermirdi. Lakin İlkin gözəl başa düşdü bu əmrəsini və gol ola bilərdi az qala. Bu nədir? Ramramay. Yenidən ötürməsi Şamil, aferin, boşluğa çıxartdı topu. Boşluğa çıxartması çox gözəl düşündürücü. Yenidən digər dəyişdilər topun istiqamətini və Mirqalib, aferin, seri paslaşmalar. Bunu belə davam edib gol vura bilsəz, siz demək olar ki, Mini də bu oyunu çözmüş və gol! Rahib axıcı oyunda öz 3-cü golunu, komandasının 7-ci golunu. Rəqib komandada panika, rəqib komandada həvəsdən çöküş, Ramramay komandası ilə fərqi daldırdıqca, artırır. Rahib sevincinin həddi yoxdur və belə də olmalıdır. Komandasının qollarını ard-arda yerində çataraq həyata keçirir. Şamil həvəsli oynayır. Aferin, Qabil Mirqaliblə müdafiədə yerini dəyişir. Baxın, Şotavar komandası isə qapıya yollar axtarır. Burada mübahisəli bir vəziyyət var. Mübahisə ondan ibarətdir ki, bizim komanda oyuncularına toxunub, Ramramay komanda oyuncusu daha doğrusu bizim deyəndə bütün yaxın komandaları bizə yaxındır. Və gözəl düşünmüşdü. Kamran biraz gözəl ötürsəydi, aferin orada görməsi. Qabil İlkinlə üzərində qaldı. Olur belə hallar. Şamil. Top rəqib komandaya, Şotavar komandasına deyərək meydan sahəni tərk etdi. Şamil, Kamran, Qabil. Qapıya zərbə. Oy, Eşkin qalxmaq istədi topa sol ayağı ilə, lakin kimisi dələyərdi, çəkindi. Burada əllə toxunma oldu mu yorumlara yaza bilərsiniz. Səmimi şəkildə, gözəl şəkildə. Bu oyunlar daha da şəffaflaşması üçün hər bir şəxs yoruma yazsa gözəl olar. Sivil şəkildə oyununa keçməsi üçün burada qanun pozuntusu, qayda pozuntusu var idimi?
Və qapıya zərbə İlkin. Topu saxladı. Şamil tərəfindən olunan zərbəni. Qabil top istəyir. Qabil nailiyə oldu topu istəyini. Çatdırdılar topuna və qapıya zərbə qol olmadı. Qabil boşluq ata bilərdin. Alqış gördünüzmü? Müdafiədən arxada idi. Lakin Sərxan qapıya yol tapa bilmədi. Əllə topu atdı. Eşkin. Qabil. Eşkin. Eşkin. Yenidən geriyə. Alqış. Sərxan. Aferin Qabil. Bu nə idi? Bu asistin kralı. Lakin biraz zəif ötürsəydi sürəti az etsəydi Rahib Kamran çata bilərdi. Kamran oyunun başından axırına qədər heç bir zaman ehtiyat etmədən hələ ki davam edir. Bu oyuncu yorulmadan gənc orta yaşlı oyuncudur. Qabil. Qabil. Çıxdığını vurğuyurlar. Baxa bilərsiniz. Məncə görüntülərə düşüb. Çıxmışdı mı top xəttdən? Bunu da yorumlarda qeyd edə bilərsiniz. Şamil. Qapı və gol. 3-7 Şotavar komandası. Bu boşluqdan istifadə etdi. Aferin Şotavar. Rahib bir qaliblə yerini dəyişir. Qabil müdafiədən hücuma dəyişilir. Ramramay komandası bu dəyişiklikləri tez edir. Çox professional yanaşmaq istər bu oyunlara. Və düşünürük ki, nail olacaqlar buna. Və ötürməsini etdi Şamil. Şamil sağ cinahla oyunu davam edir. Bir qalib baxdı başını qaldırıb. Şamil. Ötürməsi görə kimdən? Sərxan topu kəsdi. Bir qalib və top Sərxan da yerindədir. Kamran gəldi, çatdı. Şamil. Gözəl şəkildə sağ ayaqla tamamlaya bilərdin Qabil bunu. Çox gözəl ola bilər. 8-ci qolunu komandada vura bilərdik. Özünün birinci qol olmalı idi, səhv etmirəmsə. Uzaq ötürmə, qapıcı yerindədir. Mir qalib. Eşkin. Kamran uzaqlaşdırdı. Tez saxlamırlar topu. Bu bir ötürmə və qapıya zərbə. Ola bilərdi. Çox gözəl düşünürlər. Həqiqətən boşuna qollar deyilir Ramramayın vurduğu demək olar ki %90%. Çox baxıcı qollardır. Tik-taka düşünürəm ki alındırmağa çalışırlar. Baxın. Mehdi Qabilə ata bilər əli ilə topu. Şamil tərəfdən dəyərləndirdi. Şamil. Bunlar dəyişildi ikinci yarıda. Mehdi Şamil topa bir qalibə çata bilmədi. Altdan daxil etdilər. Alqış. Kamrandadır top. Eşkin. Qapı dəyişiminə öyrəşə bilirlərmi görək. Nə qədər olması yadırğayır. Və top ilkinə deyərək altdan çıxdı. Qabil topu ünvanına çatdıra bilmədi. Kamran top istəyir. Kamran. Out. Atdı. Şamil. Alqış təkdir Mir qaliblə. Mir qalib. Və qapıya zərbə. Gol. 4-7. Hesab arasındakı fərq 3-ə endi. Aferin. Həvəsdən düşməmələri Şotavarın. Axıra qədər mübarizə. Əsil. Axlı həvəsi. Aferin. Şamil. Görək bir gol. Soltan dəyişiklik elində. Qabil çıxdı. Ehtiyat skameykasına və görək ötürə bilirmi? Eşkin. Şamilə və qapıya avtogol ola bilərdi. Bilmədən uzaqlaşdırdılar topu. Eşkin boşladır. Şamil.
Şamil başını kaldırdı, görə bilmədi. Out. Yenidən Ramramay komandası topu oyuna daxil etməlidir ki, oyun devam etsin. Oyun yarım saatin üstünde devam edir. Soltan. Eşkini tuturlar. Elle müdaxilə. Və qapıya zərbə. Gol! Kamran! 8-4. Hesab arasındakı fərq yenidən. Aferin Kamran sənə, Ramramayın hücumçusu. İstənilən mövqedə demək olar ki, dəyərləndirmə olunması oyuncudur mini futbolda. Baxın. Yenidən mərkəzə dəvət etdi Ramramay. Alqış. Ötürməsini etmək istəyir, təkdir. Və Sərxana davam ötürə bilərdi. Bir az tez ötürdü. Gol ola bilərdi o sağ ayağı ilə. Hər iki ayağını işlədə bilən oyuncudur. Amma əsasən sağ ayağı qüvvətlidir düşünürəm ki. Təkdir. Soltan görək saxlaya bilirmi? Aferin Soltan. Eyni çəkili oyuncular. Ağır çəkilidirlər. Lakin baxın, az çəkili olmasına baxmayaraq biraz sürətli olsaydı Sərxan gol ola bilərdi. Şamil. Bir qalib. Kamran. Gözəl ötürdü. Ehtiyatlı oynamaq lazımdır. Ayaq özündən qabaqda olduqda gol ola bilər. Qapçı! Mehdi. Aferin. Sutavar komandası topu daxil edir. Sərxan topu saxlaya bilmədi. Bir qalib. Gözəl yerli ötürmə. Qapıya zərbə və gol! Soltan qapçını ardasa aldatmış kimi oldu. Saxlamaq istədiyi niyyət gözəl, lakin isabət gözəl olmadı. 5-8, 3 fərq var. Şota var, axıra yaxın hücumlar serisini artırırlar. Arxayın olmaq olmaz. Fərqi belə saxlayıb oyunu tamamlamaq lazımdır. Mehdi. Eşkin. Yerdə qaldı. Öz aralarında barışalar yenidən bu hallar olur bəzən. Aferin Şotovar komandası və Ramramay komandasına. Gözəl Soltan arxasındadır. Hər dəfə bu səhvlər deməyim də birdən diqqətsizliklər edir Soltan. Hücumu öz arxasına müdafiə olduğu halı keçməyə izin verir. Futboldan bildiyim qədər belə hallar düzgün deyil. Ötürməsini etdi. Şamil! Burada bir orta oyuncusu lazım idi ki, Ramramayın bu ötürməsini, Şamilin dəyərləndirməsini, əziyyətini golla tamamla ehtimalı olsun. Soltan! Gol ola bilərdi. Çox təhlükəli. Küncdən zərbə. Şota var. Sərxan qaçır buradan. Şamil. Kamran götürdü topu. Attı Eşkinə. Eşkin. Baxdı. Başını qaldıraraq. Bir qalib boşluğa çıxmaq istəyir. Bir qalib yenidən geriyə. Çox gözəl başa düşürlər bir-birlərinə. Aferin. Və yenidən hücuma. Şamil. Kamran. Bir qalib. Yerdə qaldı. Topu da oyun qeyd alındı. Bir qalib. Lakin burada cərimə olmama ehtimalı da var idi. Lakin görək bunu necə dəyərləndirirlər Şotovar komandası. Sərxan boşdadır. Soltan isə arxamdakı oyuncunu. Sərxan ötürmə olmadı və birbaşa qapıya zərbə. Golla nəticələnmədi. Burada yerlə ötürmə olsa yaxşılardı. Bir qalib. Boşluğuna Şamil atdı. Şamilin qabağında elə 5 metr məsafə var oyun açmaq üçün. Uzaq ötürmə. Bir qalib oyundan istifadə etdi, lakin saxlaya bilmədi. Bir qalib geriyə irəliyə oyun axırlarına yaxın oynamağa başlayır. Kamran Eşkin aralarında qaldı. Və qapıya zərbə sol ayaqla Sərxan tərəfindən gol olmadı. Şamil.
gösterdi, lakin isabət etdirdi topu. Top outdadır. Ramramay komandası Şamil'e gördülər və gol! Baxımlı gol! Aferin Şamil'e! 9-cu topu çox mükəmməl şəkildə oyunçumuz qapıya yönləndirdi. Çox gözəl, minidə. Aferin. Belə qollar hər asatlıqda görünmür. 9-5. Top çıktı outda. Şota vardadır top. Sultan orada toxunduğunu görməmişdi. Saxlaya bilərdi, lakin səhv məlumat deyildi. Oyunu izləmək lazımdır. Qapıya birbaşa elə zərbə yoxdur. Outdan ola bilərdi, qol əgər onu düşünmüşdüsə. Əli ilə top daxilədi İlkin. Şamil. Topu daxil edir Şota var komandası. İlkin. Ötürməsini etdi yenidən İlkinə. İlkin. Qapıya zərbə! Kimdən qayıtdı top? Sərxan. Yenidən qapıya zərbə olabilirmi? Yenidən, lakin yenə isabətsiz. Gol olmadı. Mehdi. Mirqalibin qarşısına top attı. Mirqalib topu oyuna daxil etdi. Ötürməsini Kamran güzel keçmək istədi. Sərxan icazə vermədi, lakin Kamran ötürməsini etdi. Eşqini çatdırdı topu. Ünvanını ötürdü. Alqış müdafiədə. Yalnız Sultandır. Eşqin qayıdıb çatdı. Topa da isabət toxunma. Lakin cərmə. Topun arxasında Sərxandır. Ani bir zərbə olacaq. Zərbə. İcazə vermədilər. 9-5'li fərq, 4 fərq hələ ki davam edir. Görək, hər an oyun dəyişilə bilər. Yenə də arxayın olmayıb hesab arasındakı qolların sayını artırmaq lazımdır Ramramay. Görək kim atır. Aferin. Top ünvanına çatmadı. Mirqalib out etdi ki, topu götürüb Şota var qolla dəyərləndirməsinlər. Baxın. Sultan. Aferin, bu kütlə ilə çox gözəl şəkildə özünü idarə edə bilir. Allah sizdən qorusun. Belə ötürmə gol ola bilərdi. Bu tabanla oynama. Şamil və Eşqin bunu gözəl edirlər. Adətən kitabını yazmaq istəyirlər. Ayaqda yazıblar. Aferin Mirqalib. Sultan topu saxladı. Ötürməsini geridən gələtdi. Kamran out. Çarəsizlikdən out. Gol ola bilərdi. Mirqalib başa düşür artıq oyuncuların hərəkətlərini əvvəldən. Öngör edir. Mirqalib izin vermədi yenə də. Komandanın müdafiəsi. Mehdi, Sultan, Şamilə, Şamil, Eşqin topa qarşı getməsəydi topu götürmüşdü Sərxan. Sulxanda biraz panik var. Bunu aradan qaldırsa çox gözəl həvəslə topun ardınca qaçaraq götürməyə çalışır. Öz üzərində işləmək istəyir. Eşqin zərbə. Bir daha olurmu görək? Eşqini boşa çıxartmaq lazımdır ki. Oy, bu nə idi? Bu zərbələrdə qarşısına ayaq qoymaq vuran adamın qıçı üçün problem ola bilər. Düzgün olmaz. Mirqalib. Sultan! Sol ayaqla çıxartdı, sağ ayaqla çıxartdı topu. Topun arxasında Sərxandır outdan. Ya Sultan yenə də.
Altdan topu daxil etdilər. Burada Sultana dəyib top çıxmışdı. Altdan. Yox, küncdən zərbədir. Küncdən zərbə. Top uzaqlaşdı. Artıq 40-cı dəqiqə. İlkin Şutavar komandası top kəsdi. Kamran oyunda qarşısını götürmə. O oyuncu çevrildi mi qapıya vurma ehtimalı var. Alqışı saxlamaq lazımdır. Qapıya zərbə, qol olmadı. Bir qalib. Şamil. Top çıxdı. Top çıxmadı. Top saxladı. Çıxdı top. Mehdi Əllə topu daxil etdi Şamil. Bir qalib. 2 nəfər uca artıq burada da əllə saxlama var idi Mehdini və qapıya ayağının çəli ilə vurdu Eşkin. Burnucu vursaydı el deyimi ilə desək girə bilərdi. Çox gözəl. Baxın Sərxan. Sərxan altdan çıxmağa icazə vermədi topu. Aferin Sərxana. Kamran. Nədir? Arada top var. Kamran ora çatır. Aferin. İnşallah da almaz bu oyuncu. Gözəl. Qapıya zərbə Kamran. Cah orada, cah burada. Yağışdan çıxan göbələk kimi adətən çox zəhərsiz göbələyimiz bizim tabiri caizse. Çox gözəl. Aferin Kamrana. Arda gəldi. Bayaq digər öz komandaların qapısının ağzındaydı. Lakin bir də gördüm ki, digər komandaların qapısında bitib və qolu da bitirici udarla. Və bunu da verən kim idi? Gördüyünüz Şamil. Aferin Şamilə. Baxın. Bu oyun həqiqətən çəkilməli oyundur. İlk çəkimimizi etdik uzun fasilədən bir ildən sonra. Çəkməyə də dəyərli. Baxın, baxın. İki komanda həvəslə. Bu boyda fərq olmasına baxmayaraq ikisi də yenə də dabanla atırmaq istədi. Lakin hər oyunda bir dəfə bir az baxın qol olma ehtimalını düşünürəm burada. Çünki hər dəfə belə şeylərdə baxın 3-ə 2, 3-ə 2, 3-ə 2, 3-ə 3, 3 və qol. Dediyim kimi qol oldu. 6-9. Bunu elə bir əvvəlcədən hiss etmək olur. Qolun gələcəyinizi. Şotavar komandası mərkəzə Ramramay komandası dəvət etdi. Və oyun başladı. 3 fərq. 6-9. Səhv etmirəmsə belə olmalıdır hesab. Bir qalib. Şotavar komandasındadır. İlkin. Götürməsini geri etdi. Baxın. Kamran. Eşkini gözəl görmüşdü. Bir qalibdə də yenidən top açılmaq lazımdır. Rahib. Vaxtında ətirsəydin. Geliştirdin. Elə azdırmasan. Yenə də özün bilən məsləhətdir. Buradan görünür ki, belə etsə 90% qol olma şansı var. Qapıya zərbə, qol olmadı. Top Şamildədir. Şamil. Hər iki komanda gülümsəmələri var. Uduzmasına baxmayaraq digər bir komanda uduzmalıdır onsuz. Amma out. İki komanda da gözəl oyun keçirdiyi üçün belə edirlər. Və yenidən qapıya zərbə, qol olmadı. Rəysəllik hiss olunur, amma gözəl zərbə indirdi Şamil. Bir qalib. Aferin. Bir qalib. Eşkin. İstədi topu, lakin Rahib düşünmədi ki,
Topa elə tez çatmaq lazımdır. Rahib buna hazır ol. Hər an top gəlir və qapıya zərbə. Əllə ötürmə. Kreativ şəkildə Mehdi tərəfindən istənilən şəkildə ötür, lakin isabət etdi. Biz bunu istəyirik Mehdidən. Topu biraz qabağa gəlib saxlaya bilərdi. Topa qarşı sürətlənmək lazımdır. Bunu oxuyurlar. Hər saniyənin öz hökmü var futbolda. Biz futboldan az məlumat olanlar bunu bilir. Lakin oyundur, həyəcandır, qaça bilmir bəzən. Buna biraz təcrübə. Nə qədər də qalib gəlsək də yenə də özlərimizdə işləmək lazımdır, tərifləmək olmaz. Qalib gəlsək də. Şamil. Eşkin. Qapıya zərbə, qapısı yerindədir. Bir daha və gol sol ayaqla. Oyuncu hər iki ayağı ilə topu eyni zərbə ilə demək olar ki, qapıya yönləndirir mini futbolda. Afərin. Böyük futbollarda uzaq məsafədən oyuncuların zərbələrini bilmirəm. İlkin ötürməsini alqış. İlkin. Yenidən bu iki oyuncu hücumda gözəl bir-birini başa düşürlər. Geriyə ötürmələrini etdilər. Rahib, Sərxan top Sərxandadır, qapıya zərbə, Mehdi də yerindədir. Gol olmadı. Qapıda heç isabət etmədi. Bir qalib. Şamil. Sərxan deyil, Kamran və qapıya zərbə. Bu nə idi Kamran? Sevinməli bir vəziyyət idi əslində. Gol oldu, olmadı. Gözəl etmişdin. Gözəl düşünmüşdün. Kamran gördünüz mü? Oradan gəlib yenidən müdafiəyə çatıb. Hər oyuncu belə ola bilmir. Allah dildən qorusun. Baxın boşluğa çıxan oyuncuya baxın. Kamranın arxasındadır. Onun qarşısını alması lazım. Sərxan. Rahib. Mehdi yerindəydi. Ola bilmədi. Qapıya zərbə gol olmadı. Hesab arasındakı fərq azalmır. Küncdən zərbə. Qapıya yol axtarır. Çarəsizlik. Ay, özü vura bilərdi. Zərbəni çəkməyi unutdum. Üzürlü saysınlar. Telefonda donmalar olduğu üçün bəzən. Necə olur? Həyəcandan insan olur. Və top çıxır. Bir qalib. Üzürlü saysınlar. Və gol 7-9. Əvəzdən düşməyərək fərq azaldılar Şotavar komandası. Belə də olmalıdır. Rahib bir qalib müdafiədə yorulma ehtimalı ola bilərdi. Uzaqlaşdırıldı rəklik. Ehtiyata görək. Qabil o effekti verirmi? Şamil uzaqlaşdırdı. Rahibdədir top. Qapıya zərbə. Bir daha zərbə. Bir daha və 10-cu topu əl-ələ verərək yönləndirdilər. Bugünkü qollar çox gözəl. Mücadilə ilə, axıra qədər mübarizə ilə alındırdılar. Yenə də top 3-ə qalxdı arasındakı fərq. Başladı. İlkin. Şamil başıyla uzaqlaşdırdı topu. Aferin. Yəqin ki buradan çıxma olub. Top dikkat edeyim. Bilgin. Güzel. Qabil. Kesilmə topu. Sərxan qarşısını kəsdi.
Mübahisəli vəziyyət. Outdan. Top çıxdı. Topun arxasında. Yenidən İlkindir. İlkin alqış atacaq. Zərbəsi ilə baş göyə qalxmalı idi. Top gələnə qədər əllə yerdə qaldı. Azılar içində. Bunu görməmişdim. Top qapısı tərəfindən oyuna daxil olunur. Qabil. Görək bu dəfə qol vura bilirlərmi? Qabil sonradakı mübarizə apardı, topu qazandırdı. Eşkin istədiyi oyunu qura bilirmi görək? Komandası, afərin, çox gözəl. Bütün komanda üzvləri və Ramramay, Rahib zərbəni 4-cü qolu vurmaq istəyirdi. Afərin Şamil. Qabil yerdə qalsın, yenə də qazandırdı topu. Qabil afərin, tək. 3-ə 1. Ayda bu nə idi? Bu nədir? Kamran topu özünə yaxın tut. 4-ə 2 idi. Bu da qol olmadı. Burada mübahisəli bir vəziyyət. Haqlı yerdə olur. Amma yorulub yəqin ki Kamran hardasa. Çox sürətli oyun keçir. Gol 11 6 ya da 7. 11-7. Özünün 4-cü, komanda 11-ci qolu. Şurada komandasının qapısından. Soltan. Kimlə dəyişir görək. Qapısı yerindədir. Afərin Mehdi. Mehdi bu günlərim çox kömək etdi. Görək özdə oynayırmı? Afərin Mehdi. Mehdi oyuna daxil olmaq istəyir. Belə görünür. Komanda kapitanı icazə verdi, lakin afərin yerindədir. Həm də Mehdi çox həvəslidir oynağa. Qapıda öz sözünü dedi bu günlərim. Qapıya zərbədə Sərxan gəlib arxadan özünü çatdırdı. Hardasa oyun indilərə tutarmalıdır. Soltan. 2 ağır çəkili oyuncu. Elvin. Akşen və Mehdi yerindədir. Haqqını verir qapıda durmağın. Gol. Bunu saxlamaq olmazdı. 8-11. Yenə 3 fərq. Mərkəz. Rahib topu daxil etdi oyuna. Qabil. Rahib. Ötürmə dizgini olmadı. Kamran. Ələstin. Soltana baxın, arxasına keçməyə öyrənib artıq demək olar ki, icazə vermir ki, özündən sonra keçsin. Çünki sürətli oyunçun olduqda ona çatmaq olmur. Sürətini bilirsənsə, əgər yanına buraxa bilərsən. Ondan sürətlisənsə, əlbəttə ki, qabaqda dura bilmə şansın var. Top meydançanı tərk etdi. Axır dəqiqələrdə aradakı fərqi azaltmağa izin verməmək lazımdır. Qapıya başla zərbə, qol olmadı. Soltan öz sürətinə, Soltan üzərində deyirəm, haqqını alırsın. Yəni, burada digər müdafiəçilər də bunu, oyuncular da. Nərman, oyuncular da yeni daxil oldu. Görək, uyum saxladıqca oyuncular ehtiyat skameykasından oyuna daxil olacaq, dəqiqələri artırılacaq. Bu proseslə
oyunun davam etməsi düşünülür. Hər kəsə buradan xitab olunur, baxanlar buna uyğun olaraq Ramramay komandasını oynaya bilərlər. Nərman böyük Kole böyük sahada gözəl oyunçudur. Mini futbolda bu oyunculara öyrənməli, adaptasiya olmalıdır. İndi baxır, göz gəzdirir. Kamran, Soltan. Qapıya zərbə birbaşa. Gol olmadı. Aferin Soltan qapıya düşməyi, isabət etdirməyi öyrənib. Bu günlərim hələ ki səhv etdiyini düşünmürəm çox elə. Nərman komandanın kapitasını onunla mövqeyini razı olduğunu yoxlayır. Çox təvazökar bir oyun keçir. Qapıya zərbə, gol olmadı. Beləliklə oyuncular bir-bir yetişirlər. Bilmədiklərini bir-birindən müzakirə edərək, mübahisə deyildi, müzakirə edərək bir-birləri ilə öyrənirlər. Və uzaqlaş top. Qabil, Eşkin. Eşkin, Nərmana bax, boşluqdadır. Nərman sürət yenə o günkü kimi oyunda mən görmüşdüm. Çoxdur. Biraz böyük sahadakı kimi oynamaq istəyir kimi. Gözəl Eşkin. Qapıya zərbə. Bir daha zərbə və gol. 13 ya da 12-ci gol hesabı itirmişəm. Səhv etmirəmsə. 13-12 ola bilər. Bellingham ləqəbi ilə özünü verir bu oyuncu. O həvəslə oynamaq istəyir. Sən Kamransan, bizə Kamran olaraq gözəlsən. İnşallah Azərbaycanın oyuncuların adları keçirilər xarici ölkələrdə. Bu səviyyə futbolumuzun çatmasını təvəqqə eləyirik, təmənni eləyirik. Baxın, 3-3. Nərman gözəl ötürmə girdi. Aferin. Gənc olsa da gənclərə qapımız açıqdır, gəlsinlər. Valideynləri ilə də gələ bilərlər. Təhlükəsizliyə riayət olunaraq gözəl disiplinli oyun istəyirlər. Gələcəyin ən azından sağlam gənci ola bilərlər. Baxın, burada necə mehriban oyun gedir. Söyüş, ədəbdən kənar kəlmələr demək olar ki, işlənilməyib. Aferin hər iki komandaya. Belə də olmaq lazımdır. Azərbaycanlı ədəbi disiplini. Həqiqətən iki iki komanda da düşünürəm ki, zövq aldı bu oyundan. İkincidən zərbəni Sərxan həyata keçirdi. Axıra qədər mübarizə. Eşkin icazə vermədi, out. Sərxan. Psixoloji bir qazanc əldə edirlər burada. Psixoloji dözüm. Heç bir halda oyunu axıra qədər davam etdirmədən nəticəni kəsdirə bilməzsən. İki komanda da bir-birinə layiqli komandadır. Gözəl mübarizə aparırlar. Minidə bu fərqlərin olması qənaət bəxşdir. Hardasa 6-5 fərq var. Yəni bu olan bir şeydir. Kamran. Qabil atdı, Qabil. Qapıya zərbə. Gol olmadı. Əllə. Kamran. Əlləri birləşik idi bədəninə. İkinciden zərbə. Az öncəki kadr keçə bilmədi. Və qapıya zərbə Kamran tərəfindən. Gol! Alqış! Komandanın 9-cu 13-9. Eşkin başa salır, izah edir ki, bu boşluqları düzəltmək lazımdır. Nə qədər qabaqda olsaq da buna uyğun olaraq biz nailiyyət əldə edirik. Bunlar pis başa düşmək olmaz. Nərman atdı Soltana. Soltan. Bunları üzərində işləyərək Soltan olub bu səviyyəyə çatıb. Aferin Soltana. Texnika artırır. Mehdi. Qapıya Mehdi tez tərk etdi topu. Müdafiənin yerini təyin etmədən. Eşkin.
Komanda kapitanı qapıçı icazə verdiyi halda çıxıb. Bu hallar olmalıdır ki, inkişaf etsin. Müdafiə. Geriyə. 10 üstür. Kamran. Gözəl ötürdü Nərman. Aferin Nərmana. Nərman. Və gol! Nərman. Gözəl asist etdin. ...14. Alqış. Geriyə oynadı. Elvin. Ötürməsini etdi Elvin. Özü keçir qabağa. Top istəyir, lakin başa düşmədilər. Əllə ötürdü. Gözəl! Elvindən gözəl hərəkətlər. Akşin. Qabil. Topun qarşısını qapısı kimi kəsdi adətən. Gözəl Nərmana çatdırdı topu. Nərman və yenə də həyəcanla kameranı yönləndirməmişdim. Hardasa bilmədim, düşdü, düşmədi. Çox gözəl bir epizod yarandı orada Nərman tərəfindən. Kamran biraz çatsaydı. Oy Sultan! Bu həvəs nədir səndə? Bitib tükənmir. Həqiqətən bu danlanma demeyim də belə bir şeyləri. Qapçı! Mehdi də bu gün sözünü deyir. Düzdür, hər oyunda səhvişləri olmalıdır, amma gözəl tərəfləri lap çoxdur bu dəfə oyuncuların. Akşin. Kamran. Of! Qabilə baxın. İzləyin bu oyuncunu. Gözəl ötürmələr edir. Ötürməsini görə Eşkin birbaşa bədəni ilə gözəl şəkildə uzaqlaşdırır oyuncuları. Çıxdı burada top. Sultan. Nərman. Qabil, gördünüzmü? Yenə də yerindədir. Səbirli, təmkinli oyununu davam elətdirir. Aferin Qabilə. Gözəl. Dizləri ilə yenə saxladı. Bayaq top saxladığı kimi. Nərman da mübarizə keçirir artıq. Baxın. Eşkin. Kamran qapıya. Qapıçı yerindədir. Kamran yerdə qaldı. Baxın, belə olmaq lazımdır. Çox gözəl, səmimi, Elvinə də əhsən. Yerdən qaldırmağa nə olsa da haqlı, haqsız kömək etmək lazımdır. Sərxan çox yanında durub. Elə etmək olmaz Sərxan. Və başı ilə saxladı. Sultan. Sultan. Və arı kimi qoymadılar lakin qolu. Qapıya yönləndirdi. Akşin, aferin sənə. Sultan, hamımıza aferin. Çox gözəl oyun qurtardı. Hər iki komandaya uğurlar. Gələn görüşlərə dək belə seyir oyunlar üçün gözləyirik sizləri Qax Olimpik kompleksində.